kanalıma abone olan, videolarımı izleyen herkese bu videonun mövzusu Riyaziyyat Namazov Çalışmalar 5. sinif kitabından toplama ve çıxma əməlləri tənliklərdir. Səhifə 39'daki tapşırıqların həllidir. Kimdə kitab yoxdursa, tapşırıqları əvvəlcə özü nəzər salsın, ekranı saxlayaraq. Bir neçə saniyə sonra isə mən sizə düzgün cavabları təqdim edəcəyəm. İndi isə həlli qaydalarına, həllərə keçək. Deməli, 11-ci sualda səbətdə bir neçə alma var idi. Nə qədər almadan söhbət getdiyini hələ bilmirik. 19 alma götürdükdən sonra səbətdə 43 alma qaldı. Səbətdə neçə alma var idi? Deməli, x-dan 19'u çıxacaq, 43'ü qalacaq. Burada məchul azalanı tapmaq üçün nə edərik? Fərqlə çıxılanı toplayarıq. Eləyəcək bizdə 62 cavab. 12-də hansı ədədə 208 əlavə etsək, cəm 989 və 382 ədədlərinin fərqinə bərabər olacaq. Burada da söhbət hansı ədəddən gedir, hələ bilmirik. O ədədi x götürək. X-ın üstə 208 gəlsək, cəm 989 çıxsın 382'yə bərabər olur. Onda x üstə gəl 208 olduğu kimi qalır. 989'dan 382 çıxanda 607 alarıq. Burada da məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxacaq. Cavab 399 edir. 13'də fərq 213, çıxılan isə 82 və 97 ədədlərinin cəminə bərabər olarsa azalanı tapın. Belə deyək də, x-a burada azalan verək, azalanımızı x-dan götürək. X-dan çıxmalıyıq 82 ilə 97'nin cəmin. Mötəzədə qeyd etmişəm bunu ayrıca. O da bərabər olacaq 213'ə. Təzən x-dan çıxıran mötərizənin için hesablayıram 179, bərabərdir 213'ə. Buradan məchul azalanı tapmaq üçün fərqlə çıxılanı topladım. Cavab 392. 14. Hansı ədəddən ən böyük 2 rəqəmli ədədə çıxmaq lazımdır ki, fərq 373 və 452 ədədlərinin cəminə bərabər olsun? Hansı ədəd deyəndə x-i nəzərdə tutur. X-dan ən böyük 2 rəqəmli ədəd nədir? 99. X-dan 99 çıxacaq, bərabər olacaq 373 ilə 452'nin cəminə. X çıxılsın 99 da bərabər olacaq 825'e. Buradan x nəyə bərabər olacaq? 825 ilə 99'un cəminə. O da x bərabərdir 924. Sonra 15. Ən kiçik 3 rəqəmləri də ən kiçik 3 rəqəmləri də hansı ədədə əlavə etmək lazımdır ki, cəmi 1681 və 716 ədədlərinin fərqinə bərabər olsun. Ən kiçik 3 rəqəmli ədədimiz neçədir? 100. 100'ə hansı ədəd deyəndə, yəni 100'ün üzərinə x gəlirik. O bərabər olur 1684'dən 716'nı çıxmaq lazımdır. 100 ilə x-in cəmi olduğu kimi qalır. Bərabərliyin solunu saxlayırıq, sağına baxırıq. 1681'dən 716 çıxanda 965 alınır. Buradan da məhsul toplananı tapmaq üçün cəmdən məlumu çıxırıq. Yəni 965'dən 100 çıxacaq, eləyəcək 865. 16. Agil fikrində bir ədəd tutdu. Əgər bu ədədə 28 əlavə edib, alınan cəmdən 62 çıxsaq, 77 alınır. Agil fikrində hansı ədəd tutmuşdur? Bəli. Bu necə olacaq? Agilin fikrində tutduğu ədədə biz bilmirik. Bunu x yazırıq. X-in üzərinə 28 gəlirik. Alınan cəmdən, yəni bunu artıq mötərizə alacağıq. 62 çıxsaq 77'dən mötərizənin için olduğu kimi saxlayırıq bərabərliyin solunda. Biz 77 ilə 62'ni cəmlə, yəni bərabərli bu mötərizənin içinə bir x kimi baxsaq, məchul azalanı tapmağı tələb edir. Onda biz fərqlə çıxılanı cəmləməliyik. 139 alınır. Buradan da məchul toplananın yerindən tapmaq üçün 139'dan 28 çıxacaq. Cavabımız 111 edəcək. Gəlin 17'yə baxaq. Təklifi bərabərlik şəklində yazın və dəyişən hansı qiymətlə onun doğru olduğunu müəyyən edin. Birinci, x və 512'nin cəmi 403 ədədindən 509 qədər çoxdur. Baxın, yazmışam. Bərabərliyin salonda x üstə gəl 512'ni saxlamışam. Cəm yerinə isə 403'dən 509'un cəmin, yəni toplayıb yazmışam. Buradan da x üstə gəl 512 bərabər 912. Məchul toplananı tapmaq üçün cəmdən məlumu çıxdım. X bərabərdir 400. İkinciyə baxaq. İkincidə nə deyir? Deyir 803 ədədi
352 və y-ın cəmindən 413 qədər çoxdur. Deməli, biz 803-dən çıxmalıyıq. Mötərizəyə alırıq 352 ilə y-ın cəmin. O da bərabər olacaq 413-ə. Burada 352 ilə y-ı cəmləyəcəyik. 803-dən də çıxacaq 413-ün. Yəni, burada məchul çıxılanı tapmaqdan söhbət gedir. Məchul çıxılanında 352 üstəgəl y bərabərdir. Belə deyək, bu tərəfdə 390 alınacaq. Buradan da y nəyə bərabərdir? Məchul toplanandır. 390-dan 352 çıxanda 38-ə. Sonra 3-də 201 çıxılsın x bərabərdir 750, çıxılsın 633. Burada 201 çıxılsın x bərabərdir 117. X bərabərdir 201-dən 117-ni çıxacaq. O da 84-də. 3-də şərti oxumaq unutdum deyəsən. Belə deyək. 201 və x-in fərqi 750 ədədindən 633 qədər azdır. Onu yazmışam. 201-dən x-ı çıxmışam. Onu da bərabər eləmişəm. 750-dən 633-ü çıxırdım o cavaba. 4-də 721 ədədi 910 və b-nin fərqindən 189 qədər azdır. Yəni 721-dən biz çıxmalıyıq, 910 çıxılsın b-ni. O da bərabərdir 189-a. 910-dan b çıxanda 189 üstəgəl 721. Burada 910 çıxılsın b bərabərdir 910. 910-dan da 910 çıxanda 0 edəcəkdir. 18-də nə deyir? Bidonda bir neçə litr süd var idi. 8 litr süd götürdükdən və yenidən 13 litr süd döydükdən sonra bidonda 40 litr süd oldu. Bidonda neçə litr süd var idi? Deməli, belə bir şey, belə baxırıq buna. Bidonda bir neçə litr süd var. 8 litr götürüblər. X var idi, onun 8-in götürüblər. Üzərinə 13 gəliblər. Və 40 litr süd olub. Biz burada 8 ilə 13-ü hesablaya bilərik. Biri mənfidir, biri müsbət. Onda modulu böyük olan 13-dür burada. 13-dən 8 çıxanda nə edir? 5. 13-ün işarəsi müsbətdir. Yəni, x üstə gələk 5 bərabərdir 40. Buradan da x nəyə bərabər olar? 40-dan 5-i çıxacaq. X bərabərdir 35. 19. 20 dənə tapşırıqdır. 19-dan sonra 20 var. Hüseynin 260 manat pulu var idi. Vardı. Ona daha bir neçə manat verdikdən sonra Hüseyin 320 manat xərclədi. Nəticədə Hüseynin 180 manat pulu qaldı. Hüseyin neçə manat verilmişdir? 260 var idi. Bir neçə manat verilib. Yəni x manat verilib. Alınan puldan 320 manat xərcləndi. 180 qaldı. Burada 260 üstəgəl x-a bir tənlik kimi x kimi baxırıq. Onda 320 ilə 180-i cəmləməliyik. 260 üstəgəl x bərabər olacaq 500-ə. 500-dən də 260 çıxanda nə eləyir? 240. 20. Yeşikdə bir neçə yumurta var idi. Yeşiyə 17 yumurta qoyub 25 yumurta götürdükdən sonra 48 yumurta oldu. Əvvəlcə yeşikdə neçə yumurta var idi? Buradan elə 17-25-i hesablaya bilərik. 25-dən 17 çıxanda mənfi 8 edir. X çıxılsın mənfi 8 bərabərdir 48. Buradan da məchul azalanı tapanda fərqlə çıxılanı toplayır. 48-dən 8-i toplayacaq. Cavab edəcək 56.